İfadənin ən böyük qiymətini tapın. Kəsr ifadənin ən böyük qiymətini tapmaq üçün onun məxrəci ən kiçik olmalıdır. Baxaq məxrəci sadələşdirək. X çıxılsın 2-nin kvadratı üstəgəlsin x üstəgəl 4-ün mötərizə kvadratı bərabərdir. Müxtəsər vurma düsturu vasitəsilə açsaq düsturlarımızı. X-in kvadratı çıxılsın 2 vur 2x olacaq 4x üstəgəlinsin 2-nin kvadratı 4. Üstəgəl x-in kvadratı üstəgəl 2 ilə 4 ilə x-in 2 misli, yəni 8x üstəgəlinsin 4-ün kvadratı 16 bərabərdir. İfadəmiz olacaq 2x-in kvadratı üstəgəlinsin 8x-dən 4x çıxsaq 4x, 16 ilə də 4 isə bizə 20 verir. Və buradan biz ən böyük və ən kiçik qiyməti tapmaq üçün bizə lazımdır ya n bərabərdir funksiyanın ən kiçik ən böyük qiymətini tapdığımız düsturda istifadə edə bilərik. Mənfi b bölünsün 2a, yəni x-in bu qiymətində ifadə özünün ən kiçik qiymətini alır və ya ən kiçik qiymət ümumiyyətlə nəyə bərabərdir? N bərabərdir 4ac çıx b kvadrat bölünsün 4a düsturundan istifadə edə bilərik. Burada 4ac çıxılsın b kvadrat bölünsün 4a ilə məxrəcdə aldığımız ifadənin ən kiçik qiymətini ifadə etdiyi üçün bu düsturla hesablayıram. 4 vurulsun a bizdə 2-dir, vurulsun c 20-dir, çıxılsın 4 kvadrat b, yəni 4-dür, 16, 4-ün kvadratı bölünsün 4 vurulsun 2. Deməli, hər tərəfi 8-ə ixtisar eləsək, burada 2 qalar, 20-dən də 2-ni çıxsaq qalar 18. Yuxarıda sürətdə bizdə var 36, məxrəcdə isə 18 alınacaq. 36 bölünsün 18, cavabımız olacaq 2. Deməli, ən böyük qiymət olacaq 2.